TikTok'a qadağa qoyubsunuzsa, bəs o deşiyi dara niyə qadağa qoymamısınız? Nə deyir? Ələmşah deşiyi dar deyir, nə deyir o? Biri çıxıb baba göstərirəm sizə, ala. Biri çıxıb İlham Əliyev çıxartda, puldan buraxıblar, 10 milyon dollar buraxıblar. 10 milyon dollar. Təsəvvür edirsinizmi nəyə? Nəyə buraxsalar yaxşıdır? Bak 10 milyon dolları buna bıraktılar. Bak bu ve bunun kimi adamların qabağa çəkilməsinə. Buna 80 bin adam bakır. Bunun nəyinə? Yine babuş mabuş. Biz ne derdi? Bir sene de babuş moddan tutdu. Eləsi çıxır ki babuş ondan şükrənli olur. Ay başınıza dönün. Düzdür. Dəli olublar. Ay tiktokerler Azərbaycan. Siz de dəli olun da. Ana bak Hollandiyada bir tane peto. Hollandiyalıdır. Ne bileyim haraldı. Bir tane petka. Bütün tiktokerlerin çöreğini kesifdi. Siz de danışın da. Mən atırlar qabil 80 bin adam baxır buna. 50 bin adam baxır buna. Hani neyimə lazımdır? Birinci siz əziyyətini çəkin, bütün bazarınızı bağlayıbdır. Birincisi. İkincisi, mən bunun çatına baxıram. Qadası, bu hamısı saxta baxışdır. İlham Əliyev 10 milyon dollar mən almışam da mən 10 milyon dollar verirdim. Bütün o tiktokerlər, zirzibirlər yoxdur mu? Hamısının kanalı qalxacaq, bizimki vurulacaq. Ana baxın. Bu neyinir ki buna 80 bin adam baxır? Adı nədir? Qabil bəy, Velizar adında. Velizar Deşidar. Adı da budur ha. Adı da budur ha. Velizar Deşidar. Keçmişi kim olubdu? Keçmişi, lap keçmişinə getsək, bir balaca belə olubdu. Sonra biraz gələcəyə tərəf gələk. Sonra belə olubdu. Sonra belə olubdu. Sonra belə olubdu. Sonra da deyirlər bunu, nədir o, kim cinsiyyətini dəyişibdir. Özü bilər. Bakın ha, Alyona söhbətini bağlamaq üçündür. Mən bundan danışan deyiləm ha. Bak gör nə yazılır. 30-40 min dollar elə gün olur pul kazanır. Təhcə deyir, dünən 17 min dollar pul kazandı. 17 bin dollar pul kazandı. Deməli, puldu da, TikTok puldu da, İlham 10 milyonu verib ora. Ana buradan da pulu tutur o, İlham da buradan yığır. Zato Alyona söhbətini bağlamağa düşünür, bağladığını düşünür. 80 bindən çox insan izləyir Qabil bəy. Bu da 77 və 717 nömrəli maşın, model Mustang, nə bahalı milyon qiymətinə maşın alıblar, altına da koyublar. Buna baxın ay millət, ay millət, buna baxın ay millət. Ay millet, buna bakın ay millet. Oo, ala. Ay kadın alayım, uşaq deyilik biz, gədə deyilik biz. Bizim bir düşüncemiz var, bizim bir qabiliyyətimiz var. Ha, boşa 5 min 10 min baxanda çat bundan sürətlə gedirdi. Ay çata baxın ha ki, çat okunur səviyyədə yavaş gedir. Ay reallıqda heç buna 8 bin adam baxmır ha. Her reallıkta 8 bin adam bakmıyor ki bu çata bakın bir çıkışın videonun yüksek süre boşa boksuz bir bazı ne sonra çata okumak olmur. 10-15 bin 20 bin adam bakış olanda çata okumak olmur. Süretten gedir. Buna birinci bu neyinir? Qeyri-adi neyinir ki buna 80 bin adam baksın?